Hillary Clinton bugün ifade verecek. ABŞ-nın sabiq dövlət katibi Hillary Clinton bugün qalmaqallı milyarder Jeffrey Epstein'a bağlı kongresmenlərə ifadə verəcək. Gözaltı xarici mətbuata istinadən xəbər verir ki, dinləmələrin Washington vaxtı ilə saat 10-da, Bakı vaxtı ilə 19-da başlayacağı gözlənilir. Sabiq dövlət katibinin ifadələrini dinləmək üçün Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvləri ABŞ-ın keçmiş prezidenti Bill Clinton və Hillary Clinton'ın yaşadığı New York'un nüfuzlu Chappaquya'ya yaşayış məntəqəsinə gedəcəklər. Qeyd edək ki, istintaq ABŞ Ədliyyə Departamentinin yayımladığı yeni sənədlər fonunda Epstein'in yüksək vəzifəli şəxslərlə əlaqələrini araşdırmaq məqsədi daşıyır. Onun arxivinə aid materiallarda Clinton cütlüyünün də adı çəkilir. Fotolarda isə Bill Clinton'un görüntüləri yer alır. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.